Mən hazırda Pacific Gas ərazisindəyəm və baxmayaraq ki, burada artıq yanğınların fəsadları aradan qaldırılıb, amma gördüyünüz kimi hələ də işlər gedir və burada hələ də deməli müəyyən səbəblərdən lockdown sistemidir. Yəni içəri ancaq press vəsiqə ilə buraxılır bu əraziyə. Ən çox əziyyət çəkmiş ərazi bax bura idi. Mən göstərirəm sizə. Hələ də aradan qaldırılmaq üzrədir. Baxın, və bildirilirdi ki, bu əraziyə giriş açılacaq, amma təəssüf ki, ictimai nəqliyyatın da fəaliyyəti burada artıq bir müddət hələ olmayacaq. Birinci yanğın bax buradan başlanmışdı, bax bu ərazilərdə. İndi torpaq təbii ki, təmizlənir. Belə baxaq. Görüyorsunuz kimi, baxın, bütün bax bu ərazilər idi. Burada yeni gəlmişkən çok zengin insanlar yaşıyor. Yanvar ayındaki kadrolarda da görüldü. Bakın şimdi bak böyle daha saçlar ve böyle bu cür işler görülüyor.